Liana adı necə yaranıb? Ümumiyyətlə Liana Rustami necə yaranıb? Bir ara biz Rusiyaya getmişdik, amma 1 illik. Mən 1-ci sinifi Rusiyada oxumuşam. Heç kim Leman deyə bilmirdi. Çox qəribə deyirlər. Leman, liman. Leman deyə bilmirdilər, amma çox sadədir də. Amma Liana onlar üçün okeydir. Ona görə anam dedi ki, gəl sənin adını Liana qoyaq. Anam bu adı çox bəyənir. Dedim, hə, okey. Mənim üçün heç bir problem yoxdur. O vaxtdan, yəni sadəcə düşündüm ki, Liana olsun və bir dostum vardı. Dedi ki, gəl sən adını dəyişə, sən blogerliyə başlayırsan. Mən 2020-ci ildən danışıram. Dedi, gəl olsun Liana Rustami. Çox fikirləşdik həqiqətən də. Axırda gəlib bu fikrə qərarlaşdıq ki, bəs Liana Rustami olacaq. Qəşəngdir. Məncə ümumiyyətlə sosial şəbəkələrdə yəni özümüzə yeni bir ad yaratmağımız normaldır. Məncə. Özüm də elədiyim üçün demirəm. Məncə normaldır. Hamı öz adını dəyişib. Yəni danla bir iç məsələn. Belə bir ad yox. Hə.